Bu dərsimizdə responsive dizaynı həyata keçirəcəyik. İlk olaraq onu deyə bilərəm ki, bu mövzu həm məntiq, həm də mühəndislik bacarığı tələb edən bir mövzudur. Nəyə görə mühəndislik? Çünki web saytı qurduğumuz zaman ilk olaraq web saytın sertiyoju çəkilmiş olur və həmin sertiyoja uyğun kodlar yazılmış olur. Ona görə də web saytını insanlara daha gözəl təqdim etmək üçün ilk olaraq həmin web saytın sertiyoju çəkilmiş olur. Keçən dərsimizdə bu şəkildə web saytın strukturunu hazırlamışdıq, ancaq bunun responsive dizaynını həyata keçirməmişdik. Yəni, ekranı kiçiltdiyim zaman, baxın, kiçik ekranlarda linklər alt-alta gəlmiş oldu və main etiketi section ilə aside etiketinin arasında sıxlaşmış şəkildə gəlmiş oldu. Mən responsive dizayn ilə, baxın, bu home, about və product linklərini gizlədib, bura bir buton əlavə etmək istəyirəm və buton içərisində bir ikon əlavə edib, ora tıkladığımız zaman soldan sağa doğru bir menu barın gəlməsini istəyirəm və bu home, about, product isə həmin menu bar səhifəsinin içərisində yazılmış olacaqdır. Bunu funksionallıqlarla, yəni JavaScript ilə etmək çox asandır, ancaq mövzu HTML və CSS-dirsə, bu bir qədər çətin və məntiq tələb edəcəkdir. İndi home, about və product linklərini kiçik ekranlarda gəlin gizlətmiş olaq. Gəlirəm style.css-ə. Ən axırda bura yorumda responsive dizayn yazıram və alfa media mötərizəni açıram. Maksimum genişlik 768 piksel olduğu zaman gəlirəm burada link birimi, yəni index.html-ə gəlirəm. Baxın, burada link 1 klasımı. Burada display 9 yazıram. Yəni görsənməsin. Baxın, display 9 yazdığım zaman linklər artıq görsənməmiş oldu. Və 768 pikseldən yuxarı qalxdığım zaman, yəni bunu bu şəkildə göstərim. Baxın, hal-hazırda sağ yuxarı küncə baxın, rəqəmlərə fikir verin. Aşağı düşdüyüm zaman 1000 pikseldən aşağı düşürəm hal-hazırda. 800 pikseldəyəm və 768 pikseldə artıq home, about, product linklərim görsənməmiş oldu. İndi biz bura, yəni bu boş sahəyə bir buton əlavə edək. Gəlirəm index.html-ə, nav etiketinin altına tutalım ki, belə bir buton yazıram və bura əvvəldən yazdığım SVG-ni bura əlavə edirəm. Bunu buradan kəsirəm və buton içərisinə əlavə edirəm. Və kodlarımızı sərgəli hala salaq. Aha, bu şəkildə butonumuz gəlmiş oldu. İndi əsas problem butona tıkladığımız zaman menu barın soldan sağa doğru hərəkət etməsidir. Bunu necə edə bilərik? Biraz fikirləşsək, yəni keçmiş mövzuları yadımıza salsaq, index.html-də bizə tipi checkbox olan bir inputumuz lazımdır. Və bu inputu nav etiketi içərisində yazsaq və tipini checkbox versək, bu şəkildə checkboxımız gəlmiş olacaq və buna tıkladığımız zaman işarə gəlmiş olacaqdır. Bir daha tıkladığımız zaman isə işarə yox olmuş olacaqdır. İndi əsas məsələ bu inputu insanlara bu şəkildə təqdim etməyəcəyik. Yəni biz bu ikona tıkladığımız zaman checkboxımızın işarəli olmağını və ikona bir daha tıkladığımız zaman checkboxımızın işarəsinin yox olmağını istəyirik. Bunu etmək üçün isə gəlirəm inputa, id, menu, link yazıram bura və label etiketindən istifadə edərək for atributu içərisində həmin bu yazdığım menu linki bura kopyalayıram. Və gəlib label etiketi içərisində SVG-ni bu şəkildə bura əlavə edirəm. Və butonu buradan silirəm. Kodlarımızı sərgəli hala salıram. Bu şəkildə. Və indi
Baxın, ikona tıkladığım zaman checkbox'ımız işarəli gəlmiş oldu və bir daha tıkladığımız zaman checkbox'ımızın işarəsi getmiş oldu. İndi hal-hazırda biz bu input'u gizlətmiş olaq. Çünki real bir web saytı hazırlamaq istəyirik. Hidden verirəm bura və input'um da gizlənmiş oldu. İndi isə gəlin menu bar səhifəsini qurmuş olaq. Gəlirəm burada input'un altında klası menu barı olan div etiketi yazıram və linklərimi, baxın, home, about və product linklərimi burada kopyalayıram və bura əlavə edirəm. Və kodlarımızı səliqəli hala salıram. Səhifədə linklərim bu şəkildə görünmüş olacaqdır. Style.css-ə gəlirəm və klası menu bar olan divimə stil vermiş oluram. Üzr istəyirəm, menu bar. Və gəlirəm burada display flex yazıram. Flex direction kolumnu verirəm və position absolute yazıram. Bu nav bar etiketi içərisində, nav etiketi içərisində üzr istəyirəm. Position relative yazırıq. Daha sonra gəlirəm burada top 60 piksel, left 0 yazaq və background olaraq red verək buna və baxırıq. Bu şəkildə gəldi. Mən gəlib buna hündürlük olaraq 100 viewport height yazsam, belə bir görüntünü almış olacaq. Bunun rəngini dəyişək, bu şəkildə verək. Baxın, belə bir görüntünü almış olacaq. İndi mən burada menu linkimə, yəni index.html-dəki inputuma checked olduğum zaman menu bar burada görünmüş olsun. Və hal-hazırda bu menu bar burada display none olmalıdır. Ona görə də gəlib bura display none verirəm. Bu hal-hazırda görünmür. Bura ID'si menu link olan divimə, daha doğrusu inputuma checked olduğum zaman gəlib burada checked yazıram və bütün etiketlərə şamil olan bir, belə deyək, işarəni burada vermiş oldum və gəlib menu bar divimi bu şəkildə seçirəm. Baxın, hal-hazırda menu linkimə checked olduğum zaman menu barım burada display flex şəklində gələcəkdir. Gəlib bura display flex yazıram və genişlik olaraq da 100% verirəm. Və hal-hazırda bu şəkildə görünmüş oldu. Səhifəni yeniləyirəm və ikona tıkladığım zaman baxın bu şəkildə belə deyək, menu barım gəlmiş olacaqdır. Və bir daha tıkladığım zaman menu bar buradan getmiş olacaqdır. Ancaq burada animasiya formasında gəlməyini istəyirəmsə menu bara transform translate 100% yazıram, yəni mənfi 100% verirəm bura və checked olduğu zaman da bura transform translate 0 yazıram və ikona tıkladığım zaman baxın bu şəkildə gəlmiş olacaqdır və buna animasiya verirəm. Transition transform 0.6 saniyə easy şəklində gəlsin. Və tıkladığım zaman baxın yenə gəlməyəcəkdir animasiya, çünki animasiyanın gəlməsi üçün burada display none yox. Bunu silirəm. Opacity 0 şəklində yazılmalıdır. Və burada checked olduğu zaman da opacity 1 yazırıq. Və tıkladığım zaman baxın bu şəkildə animasiya şəklində gəldi
və bir daha tıkladığım zaman da bu animasiya formatından gəlməyəcəkdir. Çünki burada opacity bir easy şəklində verək və tıklayıram. Burada nə oldu? Bunu 0 yazıram və tıklayıram. Burada 0.6 saniyə verək və təkrar tıkladığım zaman baxın bu şəkildə gəldi və bir daha tıkladığım zaman isə yenidən animasiya formatında yox olmuş olacaqdır. Ancaq bir problemimiz daha var. İndi mən tıklayıram bura və səhifəni böyütdüyüm zaman baxın menu bar bu şəkildə gəlmiş olacaqdır. Ancaq mən bu görüntünü istəmirəm. Bunun olmaması üçün də gəlirəm burada misal max width-ə, yəni max width 768 pikseldə menu barıma gəlirəm, display none yazıram. Baxın, display none yazdığım zaman yenə də bu şəkildə qalmış olacaqdır. Ancaq mən gəlib bu menu barı minimum width 768 pikselin içərisində yazsam, baxın, hal-hazırda ekranı böyüdürəm. Yenə də eyni problemlə qarşılaşacağıq. Ancaq gəlib bura nida işarəsi important yazdığım zaman baxın 768 pikselə gəldiyi zaman menu barım burada görünməmiş vəziyyətdə olacaqdır. Və bu problemi də aradan qaldırdıq. Bir problemimiz daha var. Bu da ikonumuzu desktop ekranlarda göstərməkdir. Onu da gəlirəm burada 768 pikseldə label etiketmə gəlirəm display none yazıram və desktop ekranlarda buton işarəsi görünməmiş olacaqdır və home about product linklərim bu şəkildə gəlmiş olacaqdır. İndi sınaqdan keçirək. Butona tıkladığım zaman animasiya formatında bu şəkildə gələcəkdir və hover olduğum zaman linklərim arxa planı mavi və color rəngi ağ rəngdə gəlmiş olacaqdır. Bir daha tıkladığım zaman yenə animasiya şəklində görünməmiş olacaqdır. Daha sonra ekranı böyütdüyüm zaman linklərim görünmüş olacaqdır və kiçiltdiyim zaman isə linklərim görünməmiş olub, bura buton ikonu gəlmiş olacaqdır. Və butona tıklayıram. Desktop ekranlarda menu barımda görünməmiş oldu. İndi bizim etmək istədiyimiz dizayn bu şəklində idi. Burada responsive dizayn ilə linklərimizi göstərməmiş olduq və kiçik ekranlarda menu barı bu şəkildə yaratmış olduq. Ancaq ev tapşırığı olaraq sizlər main etiketinə responsive dizayn verərək baxın kiçik ekranlarda bu main etiketi sıxlaşmış bir vəziyyətdə gəlmiş olacaqdır. Siz olsaydınız bunu necə edərdiniz, responsive dizaynını necə yaradardınız? Bunu da praktika şəklində siz özünüz evdə etmiş olun. Bu dərsimizdən də bu qədər. Responsive dizayn ilə web saytımıza əlavə gözəllik qatmış olduq. Bu responsive dizayn sadəcə desktop ekranlar üçün deyil, planşet və telefon üçün də responsive dizayndan istifadə edərək bu şəkildə görüntünü əldə etmiş olacağıq. Gələn növbət dərslərimizdə isə digər nümunələri görmüş olacağıq. Özünüzə yaxşı baxın. Hələlik.